Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli ve ba'di. Ve ba'du. Möhtərəm qardaşlarım, mən birinci özümdən sonrası isə Allah Taala'dan haqq olan təqva ilə qorxmağa nəsihət edirəm. Və o haqq olan təqva ki, Allah Taala öz kitabında və Rasul öz sünnəsində, öz həyatında onu istər öz ailəsinə və istər öz sahabələrinə əmr edilmişdir. Və o təqva ki, Allah Taala onun əhlini daim öz kitabında tərifləmişdir. Və Allah Taala buyurur ki, ən gözəl aqibət, ən gözəl sonluq, yəni xeyirli sonluq təqva əhlinin sonluğudur. Və təqva da yəni gizlində və aşkarda Allah Taala'ya dost olmaq və ondan qorxmaq deməkdir. Və bugün danışmaq istədiyim mövzu insana fayda verən elm haqqındadır. Və sələflər elmi iki hissəyə bölüblər. Və onun birincisi fayda verən elm və onun ikincisi isə zərər verən, yəni faydasız elmdir. Və hansı ki o elm də ki elə İslamın içindədir. İslamın içində olan elmdir. Və o da hansından ibarətdir? Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabəsindən olan Zeyd ibn Ərqam radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmlə buyurur ki, ey Rəbbim, fayda verməyən elmdən sənə sığınıram. Peyğəmbər sallallahu əleyhi və səlləm dua edirdi və qorxmayan qəlbdən, yəni Allahdan qorxmayan qəlbdən sənə sığınıram və doymayan nəfsdən, yəni razı qalmayan nəfsdən sənə sığınıram və qəbul olmayan duadan da sənə sığınıram deyə Peyğəmbər sallallahu əleyhi və səlləm dua edirdi. Və hədisin ilk tərəfində gördüyümüz kimi Peyğəmbər sallallahu əleyhi və səlləm Rəbbinə sığındığı şey min ilmin la yenfa', yəni fayda verməyən elmdir. Və o elmin fayda vermir ki, o Rəbbə yaxınlaşdırmır. Və faydalı elm isə Rəbbə yaxınlaşdıran elmdir. Necə ki Allah Teala öz kitabında buyurur ki, həqiqətən də Allahdan yalnız alimlər, bilənlər qorxar. Yəni o hansı elm əhlidir, hansı elmin sahibləridir? O elm ki, fayda verən elmdir. Və həmçində İmam Nəsai rahimehullahın rivayet etdiyi hədisdə isə Peyğəmbər sallallahu əleyhi və səlləm deyirdi ki, ya Rabbi, səndən fayda verən elm və səndən fayda verən elmi diləyirəm və səndən yaxınlaşdırmayan, yəni fayda verməyən elmdənsə Allaha sığınıram deyə Peyğəmbər sallallahu əleyhi və səlləm Rəbbinə dua edirdi. Və bu peyğəmbərlərin elmə olan nisbətdəki halları idi. Hansı ki peyğəmbərlərdə zərrə qədər də olsa faydasız bir elm yox idi. Çünki peyğəmbərləri bizzat Rəbbi, yəni Allah Taala özü qoruyurdu. Necə keçən mühazirələrdə danışıldığı kimi, hətta peyğəmbərlər hərdən meyl etmək istəsələr də xətalara, Allah Taala onları qoruyurdu. Necə ki Allah Taala öz kitabında buyurur ki, az da olsa meyl eləyərdin. Yəni Allah sizi qorumasaydı, Allah səni qorumasaydı, az da olsa onlara meyl eləyərdin. Və Allah Taala'nın müvəffəqiyyəti ilə Allah Taala öz peyğəmbərlərini bütün şərlərdən və faydasız hər bir şeydən qoruyardı. Və baxmayaraq ki, peyğəmbərlər də qorunduğu halda hətta yenə də Allaha sığınardılar. Və bu da onu göstərir ki, insanın hər hansısa bir haramlara, hər hansısa faydasız şeylərdən çəkinməyi və yaxud uzaq qalmağı kifayət etmir və həmçində yenə də dua olunmalıdır. İnsanın haramlardan, yəni faydasız şeylərdən uzaq qalmağı ona güvən gətirməməlidir. Çünki imtahan bilinmir nə zaman və necə gəlir. Ola bilər ki, insan faydasız elmdən, zərərli elmdən və zərərli həyatdan uzaqdır. Amma yenə də Rəbbindən dua edib istəməlidir ki, sünnə bizə bunu gəlir ki, necə ki oxuduğumuz hədislərdə və sünnə bizə onu gəlir ki, insan yenə də Rəbbindən istəməlidir onları ki, o faydasız şeylərdən çəkinsin və uzaqlaşsın. Çünki faydasız şeylər, faydasız elm də həmçinin şeytanın vəsvəsələrindəndir və şeytanın yolundandır. Və şeytan da yaxınlaşacağı zamanı bilir. Çünki iblisi allatmaq və iblisin əsgərlərini allatmaq mümkün deyil. Çünki onlar Adəmdən bu tərəfə bütün peyğəmbərləri görüblər. Yəni heç kim iblisi allada bilməz. Mümkün deyil. O alimdir. O nazil olan bütün kitabları, peyğəmbərlərə nazil olan bütün vəhiy bilir. Və zaten peyğəmbərlərin yanındakı insanlar nə ilə azdılar? Zaten azdıran da oydu. Nə ilə azdılarsa onu da bilir. Ona görə iblisdən və onun əsgərlərindən, ordusundan yalnızca qorunmaq mümkündür. Və o da dua iləndir. Əməllə olan dua təbii ki. Əməlsiz dua fəsaddır. Əməl olmayan duada fayda yoxdur. Meyvə ağacı ki, meyvə gözləmək kimidir. Necə ki, meyvəsi ağacdan meyvə gözləmək səfehlik olduğu kimi və həmçinin də əməlsiz dua da həməndir. Necə ki, sələflər
Onlardan varid olardı. Bir nəfər gecə namazına qalxır və gecə namazına qalxanda qonşusunun da gecə namazına qalxdığını görür. Və qonşusu evində Allah Taala'nın ruzi verən adından, yəni Razzaq. Allahın ruzi verən adı Razzaqdır. Və necə biz bilirik ki, sünnədə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm öyrətdi ki, kim Allah Taala'nın adları ilə istəyərsə, istədiyi şey Allahın öz adı ilə istəyərsə, məsələn ruzini ruzi verən Allah, yəni Razzaq adı ilə istəyərsə, Allah onu ruziləndirər. Allah Taala'ya dua edir ki, qonşusu ya Razzaq innaka tarzuqu men teşa'u bighayri hisab. Allahümme rızıqni. Deyər ki, ey Razzaq, ey ruzi verən, həqiqətən sən istədiyi və ruzi verənsən, bəxş eləyərsən, məni də ruziləndir. Və Rəbbindən belə dua eləyərdi. Və qonşusu bir gün onun evinin üstünə çıxır. Və başlayır ayaqlarını vura-vura evin üstündə gəzməyə. O da çıxır, üstünə qışqırır onun. Deyir, evin üstünə nə edirsən? Deyir ki, dəvə itib burada. Dəvən burada itib. Onu axtarıram. Deyir ki, dəvə evin başında itir. Get dəvəni səhrada axtar. O da deyir ki, subhanallahın ruzi evin içində olur. Get ruzini bazarda axtar. Yəni ona nəsihət eləmək üçün bunu eləmişdir. Ona görə də insanın dua eləməməsi bunun kimidir. Yəni uyğun gəlmir, düz gəlmir. Baxmayaraq ki, necə ki peyğəmbərlər bizə qudvadırlar, ibrətdirlər. Onlar baxmayaraq ki, hər bir hallarında salih idilər, yenə də Allah Taala'dan o faydalı olan elmi istəyirdilər. Və mühazirənin əvvəlində deyildiyi kimi, qardaşlarım, faydasız elmdir İslam dininin içindədir, yəni bidət. Baxmayaraq ki, Peyğəmbər sallallahu aleyhi və səlləm heç bir xətaları olmadığı halda Allah subhanahu wa ta'aladan faydasız elmdən sığınırdı. Faydasız elmin zərəri budursa, bəs bidətin zərəri nə qədərdir? Həmçində bidət ən böyük zərərdir. Çünki bidət elə dinin özünə oxşuyur. Və o bidətlər ki, sünnəyə daha çox oxşardı, onun əhlinə qarşı sələflər həmişə şiddətli olublar. O bidətlər ki, o bidət firqələri ki, sələfə lap çox oxşuyurlar, onlara qarşı alimlər, sələflər həmişə şiddətli olardılar. Ona görə siz baxsaz görərsiniz ki, sələflər ən çox xavariclərə, onlara bənzəyənlərə şiddətli olublar. Amma baxmayaraq ki, elə firqələr var ki, heç İslam dinindən deyirlər. Məsələn, Qulat qədərilər, Qulat sufilər. Məsələn, Qulat qədərilər, əhlüsünnənin etiqadı ilə hamısı kafirdirlər. Qulat qədərlər, adi qədərlər yox. Adi qədərlər deyirlər ki, biz məcburuq bunu eləməyə və s. Amma Qulat qədərlər deyirlər ki, Allah qafildir, xəbərsizdir, heç nə bilmir. Olur, sonra bilir. Amma sən çox az sayda əhlüsünnədən onlara rədd verən görəcəksən. Çünki onlar əhlüsünnəyə oxşamırlar əslən. Amma xavariclərlə sələflər bir-birlərinə oxşuyur. Çünki hamısı eyni yerdən dəlil gətirir. Xavaric də Qurandan dəlil gətirəcək. Xavaric də Peyğəmbər sallallahu əleyhi və səlləmin hədislərindən dəlil gətirəcək. Hətta nə qədər xavariclər var ki, Kutubu Sittəni qəbul edirlər. Yəni əhlüsünnənin 6 məsdər kitabını. Ona görə bilməyənlər allanacaqlar. Hətta zahirən də oxşuyurlar. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləmin sığındığı fayda verməyən elm heç bəlkə də bidət də deyildi. Çünki zaten heç Allah Rəsulü zamanı bidət də yox idi. Məgər Peyğəmbər sallallahu əleyhi və səlləm məgər bidətə meyl eləyərdi? Zaten dini gətirən və dini daşıyan və dini təbliğ edən də oydu. Ona görə də qardaşlarım, yəni ən birinci özümə, sonra isə Allah Taala'dan dua edib istədiyim faydalı elmdir. Və o faydalı elm ki, Allah Taala yaxınlaşdırır və insan özü özlüyündə, öz içində özünü imtahan eləyə bilər. Əgər o elm faydalıdırsa, o da onu Rəbbə yaxınlaşdırmasıdır. Əgər bir insanı öyrəndiyi və bildiyi elm Rəbbinə yaxınlaşdırırsa, artıq o bilsin ki, faydalı elmdir. Əgər o elm səni Rəbbə yaxınlaşdırmırsa, əməlləri artırmırsa və günahları tərk etməyə səbəb olmursa, artıq o faydasız elmdir. Artıq o yükdən başqa bir şey deyil. Necə ki, həmən yükü dinimiz kitablar daşıyan uzunqulağa bənzədirdir. Çünki uzunqulağın üzərinə odun da vursan, o bilməyəcək nə daşıyır. Çünki uzunqulağın üzərinə kitab da vursan, bilməyəcək ki, o nə daşıyır. Amma insan bilir, odun daşıyanda da, insan bilir, kitab daşıyanda da. Ona görə Allah Taala'dan istəyirəm ki, bizi o heyvanların məsəlində olanlarını öz qatl eləməsin və bizə faydalı elm nəsib eləsin. Və o elm ki, biz ondan Allah Taala'ya yaxınlaşaq. Allah Taala'nın öz kitabında tərif etdiyi kimi innallah həqiqətən Allahdan alimlər qorxar və biz onlardan Allah Taala eləsin. Ən düzünü Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahabətihi ecmaîn. Allah razı olsun.